Word proqramda işləyərkən mətniniz bu vəziyyətdədirsə, bunu bir neçə yolla düzəldə bilərik. Bir, abzasları seçib bu formada biz düzəldə bilərik bir-bir. Buna kifayət qədər vaxt lazımdır. Və yaxud Home Lent tabından paragraf lent qrupuna giririk. Buradan baxın, bunlar həmişə sıfır olmalıdır, məsləhətdir. Seçirik, Ctrl-A veririk, bütün səhifəni seçirik. Paragraf lent qrupuna giririk. Buradan baxın, bunlar həmişə sıfır olmalıdır. Və bu hissədə abzasları sağa sürüşdürmək üçündür. Bu isə abzas arasında yuxarı-aşağı məsafələrdir. Bunlar həmişə sıfır olur. Sətirlər arasında məsafəni buradan təyin edirik. 1.5 və yaxud da ki, Homelet qrupunda buradan təyin edirik. Abzas məsafəsini isə buradan qoyuruq. 1 sm. OK əmrini vurandan sonra səhifəmiz istədiyimiz formaya düşür. Və yaxud da ki, daha rahat yolu Ctrl-A düyməsini vururuq. Ctrl-Shift-C düymələrini vururuq. Ondan sonra Ctrl-Shift-V düymələrini. Baxın, mətnimiz istədiyimiz formaya düzləndirildi.